Tbilisi Dövlət Universiteti ilə Texniki Universitet birləşəcək. Təhsil naziri bugün keçirilən brifinqdə qanunvericilikdəki dəyişikliyi açıqladı. Həmçinin məktəb islahatına əsasən akademik hazırlığı gücləndirmək üçün 12-ci sinifi oxumaq könüllü olacaq. İbtidai sinif şagirdləri isə forma geyinməli olacaqlar. Təhsil islahatı düzəlişi artıq tətbiq mərhələsinə qədəm qoyur. Ali təhsil sistemində əhəmiyyətli bir islahatın başlanması, dərin təhlilə, beynəlxalq təcrübəyə və ölkənin inkişafının uzun müddətli maraqlarına əsaslanır. Bu yaxınlarda dövlət universitetlərinin akademik proqramlarının, tədqiqat sahələrinin və infrastrukturunun müqayisəli təhlili aparılmışdı. Bu proses və rektorlarla ilkin məsləhətləşmələr əsasında Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinin birləşdirilməsinə qərar verildi. Bu, İvanya Cavaqşvili adına Tbilisi Dövlət Universitetinin regionda aparıcı akademik və elmi inkişaf mərkəzinə çevrilməsi, beynəlxalq reytinqlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırması üçün ilkin şərt olacaq. Ali təhsil sistemində islahatlar çərçivəsində aparıcı professor kimi əlavə akademik vəzifə yaradılacaq və bu vəzifəyə müsabiqə yolu ilə seçilən şəxslər təhsil və tədqiqat fəaliyyətlərində strateji rəhbərliyi, keyfiyyətin artırılmasını və gənc akademik heyətin inkişafını təmin edəcəklər.